Salam dəyərli izləyicilərimiz. Bugünkü videomuz biraz fərqli olacaq. Çünki müştərimiz olan Nahidə xanım digər başqa bir xanıma aksesuarlarını verib və bu şəkildə bərpa elətdirib. Ancaq Nahidə xanımın milvarləri əvvəl hazırlanmışdı, amma dəst nə formaca, nə də istifadə baxımından heç də rahat deyildi. Biz milvarları yenidən sökdük və əl işini sıfırdan qurduq. Ölçüləri uyğunlaşdırdıq, düzümü balanslı etdik, aralıqları bərabərləşdirdik, sapı möhkəm və səliqəli şəkildə yığdıq. Əziz xanımlar, dəstin boyunda necə duracağını, taxanda necə hiss verəcəyini əvvəlcədən nəzərə almaq lazımdır. Müştərilərlə söhbət edib, onların necə istəyəcəyini, necə onların zövqünə oxşayacağını, onların bu milvardən nə istədiyini əvvəlcədən soruşmaq lazımdır. Və bunu da qeyd edim ki, sizin əl işiniz, sizin imzanızdır. Bunu unutmayın, məndən kiçik bir tövsiyə olsun sizə. Çünki bizim üçün milvarlar yalnız görüntü deyildi, həm də rahatlıq və keyfiyyət deməkdir. Nəticədə Nahidə xanım üçün həm göz oxşayan, həm də uzun ömürlü, səliqəli bir mirvari dəstə hazırlandı. Biz işi məhz belə diqqətlə, ölçü ilə və məsuliyyətlə görürük.